Yazıb tetraedrin oturacağındakı ikiyüzlü bucağı tapın. Əla sualdır. Tetraedr nə idi? Bütün üzləri bərabər tərəfli üçbucaq olan piramida idi. Və yaxud bütün tilləri bərabər olan üçbucaqlı piramida idi. Yəni bütün hər şey bunun tilləri nə idi? Aid. İkiyüzlü bucaqdan danışırsa, biz nə yazırdıq oturacaqdakı ikiyüzlü bucaqdan danışanda? Nəyi çəkirdik? Bura balaca yer olurdu, bura H olurdu, burada apofem olurdu. Düzdürmü? Buradakı bucağı bizdən istəyirdi. İndi apofem deyildik ya, onun adı yazaq, eyb yox. Bax, bunun düsturu nə idi? Bərabər tərəfli üçbucağın nə idi o? Hündürlüyü idi. Elə deyilmi? Bunun bütün üzləri bərabər tərəfli üçbucaqdır. Deməli, bura A + 3 bölünsün 2 idi. Sonra, balaca yer bərabər tərəflilərdən necə tapılırdı? A böl 2 kök 3 böyük yer A böl kök 3. Deməli, bunu da bura qoyduq. İndi nə ilə tapaq? Gəlin elə kosinusla tapaq. Niyə kosinusla? Bitişik katetin nəyə nisbət olacaq? Siz deyin. Hipotenusa. Deməli, 1 bölü 2 kök 3 burada. Burada da kök 3 böl 2. Nələr gedər? Bunlar gedər 1 bölü 3 mü qalar? Anladıq. Uşaqlar, H necə tapılırdı? Pifaqoru yazsınız, H-ı da belə taparsınız. A vurulsun, kök altı 2 bölünsün 3. Bunu siz demin izahlarında görürsünüz. Deməli, düzgün tetraedrin hündürlüyü tilinin kök altında 3də 2 hissəsinə bərabəridir. Bəs V-si nəyə bərabəridir? A kubu, deyin görək, kök 2 bölünə 12. Yəni 3də 1 S oturacaq, vurulsun H. S oturacağımız nə idi? Bərabər tərəfli üçbucağın sahəsi. A kvadratı kök altda 3 bölünsün nə idi? 4 idi. Anladın mı? Əslində bu şəkil bizə bəhs elədi də, piramidanı tamamən çəkmirik.